Bugün de inşallah tövbe hakkında ve qınamaq hakkında bir hədis qeyd eləmək istəyirəm. Peyğəmbərimiz Hz. Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem bir hədis şərifdə buyurur ki: "Mən ayyərə əxahu bi zənbin ləm yəmut həttə yərkəbəh." Kim öz qardaşını hər hansı bir günahına görə qınayarsa, kim öz qardaşını tövbə etdiyi günaha görə danlayarsa, qınayarsa, alçaldarsa, aşağılayarsa, təhqir edərsə, bu ayyərə sözünün içərisindədir bütün mənalar. Hər kəs öz qardaşını tövbə etdiyi günaha görə danlayarsa, ləm yəmut həttə yərkəbəh, özü həmin günaha mürtəkib olmayana qədər dünyasını dəyişməz, ölməz. Burada məsələ nədir? Burada qınamaq məsələsidir. Qınamaq, mən hər hansı bir günahı eləmişəm və tövbə eləmişəm. Sən gəlib məni qınayırsan, sən gəlib məni danlayırsan. Halbuki mən artıq onun tövbəsini eləmişəm. Tövbəsini eləmişəm. Ona görə də Həzrət Əli əleyhissalam buyurur ki, bir kəsin gecə günah elədiyini görsən, səhər onu danlama. Bəlkə tövbə eləyib. Buradan da məqsəd təbii ki nədir? Buradan biz başqa bir hədislə deyə bilərik ki, bir məsələyə cavab olaraq deyə bilərik ki, bəs hansı məsələlərdə bir adam gizlidə günah eləyibsə, səhər onu sən qınama. Çünki gizlində olunan günahın tövbəsi gizli olunmalıdır. Aşkar günah eləyibsə, onun aşkar tövbəsini görmək lazımdır. Hədisdə də var ki, bir adam aşkar günah eləyibsə, aşkar tövbə eləməlidir. Hamı bilməlidir ki, bu filan kəs artıq tövbəkardır. Gizli günah eləyibsə da ondan Allah arasındadır. Sən görmüsənsə görməmiş kimi olmalısan. Bəlkə tövbə eləyər deyə. Ona görə də bir adamın əgər tövbəkardırsa, tövbəkar olaraq bilinirsə, sən onu danlama, qınamaq ixtiyarın yoxdur. Çünki o artıq tövbə eləyib. O artıq Allahla münasibətin düzəldib. Belə bir söz var ya, məsəl üçün, 2 nəfər dalaşır, deyir, onların işinə çox qarışma. Onlar sabah bir gün barışacaqlar, ortada qalan sən olacaqsan. Bu da ona bənzəyir. Sən onun işinə qarışma, sən onu danlama, sən onu alçaltma, aşağılama. Çünki o artıq tövbə eləmiş, Allahla arasını düzəltmişdir. Onun keçmiş günahların onun üzünə vurmaq artıq ona zülm eləməkdir və insanın təkəbbüründən irəli gəlir. İnsan özünü ondan üstün görür. Sən filan günah eləmirsən, vaxtı ikən belə olmuşsan. Belə deyən insanlar var. Filan işləri görmürsən, indi də gəlmirsən, deyirsən tövbə. Yox, o artıq Allahın sevdiyi şəxslərdəndir. Sənin onu məsxərə eləmək, təhqir eləməyin qadağandır. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu, la yasqar qavmin min qavm." Sizlərdən heç bir dəstə digər bir dəstəni məsxərə eləməsin, alçaltmasın. Ola bilsin ki, məsxərə olunan, məsxərə edəndən daha üstün ola bilər. Və yaxud da mən kimisə qınayıramsa, bu demək deyil ki, mən bütün günahlardan uzağam. Mən qınayıramsa, mən danlayıramsa, mənim qarşımdakı bilməsə də Allahın bildiyi günahlarım var. Allahın bildiyi günahlarım var, ona görə də günahlarımızın fərqli olması qarşımızdakını danlamağa bizə bəraət vermir. Hər kəsin öz günahı var. Ona görə də heç kim bir-birini qınamalı deyil. Bu qınamalı deyil, o demək deyil, sən gördün, günah elədi, sən ona bir söz demə. Yox, sən ona hidayət üçün çalışmalısan, ona nəsihət eləmirsən. Burada məsələ tövbə eləyib, artıq tövbə eləyib, sənin ixtiyarın yoxdur. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Fələ tuzəkku ənfusəkum, huvə a'ləmu bimən ittəqa." Nəcm surəsində 32-ci ayəsində Allah Teala buyurur ki, özünüzü təmizə çıxarmayın. Özünüzü təmizə çıxarmayın. Kimin
təqvalı olduğunu, kimin daha təqvalı olduğunu Allah yaxşı bilir. Ona görə də tövbə eləyənlərə qucaq açmaq lazımdır. Tövbə eləyənləri sevmək lazımdır. Çünki niyə? İnnallâhe yuhibbut tevvabin. Allah tövbə eləyənləri sevir. Ona görə də bir adama deyilir ki, əgər bilmək istəyirsən ki, sənin tövbən qəbul olub yoxsa yox, bax, görəcəksən ki, möminlərin qəlbində sənə qarşı sevgi var. Bu sevgi sənin tövbənin nişanəsi. Təbii ki, bir adam tövbə elibsə, Allah yenə də onu qəbul edir, ha. Çünki əlivi ki, qaldın tövbəyə, artıq sən tövbən qəbul olacaq. Amma yenə də qəlbində hiss eləmək istəyirsənsə, bax ki, möminlər səni sevəcək. Niyə? Möminlərin sevgisinin burada nə əlaqəsi ola bilər? Çünki mömin Allahın sevdiyini sevir. Özü də hiss eləmədən. Allah da Quranda buyurur ki, Allah Teala tövbə eləyənləri sevir. Amma mən durub gəlirəm, nə edirəm? Durub cəbhə açıram, onu qınayıram, onu tənqid atəşinə tuturam keçmişdəki günahlarına görə. Bu nədir? Psixologiyada buna proyeksiya deyilir. Proyeksiya nədir? İnsanın bəzi pis xüsusiyyətləri var. Pis xüsusiyyət o şuur altında gizlənib, onu qarşısındakında görür. Yəni, zinakarı tənqid eləyir və yaxud da zinadan tövbə eləyəni tənqid eləyir. Əslində, özünün də zinaya meyli var. Özü zina eləmək istəyir, amma eləmir deyə, amma meyli var. Qarşısındakı nə edir? Tənqid eləyir, ona nifrət duyur. Nə var, bu gedib zina eləyir və yaxud da hər hansı bir günah eləyib, özü içki içmək istəyir, içmir. Amma qarşısındakı buna görə tənqid edir. Ona görə Peyğəmbərimiz buyurur ki, özü gedib o işə mürtəkib olmayana qədər ölməz. Çünki o kökü nəyə qayıdır? O ki, sən qınayırsan, tövbə elədiyi halda yenə də qınayırsansa, demək qəlbində ona bir meyl var. O meyl aparıb səni təzədən o qınadığın günaha aparacaq. Ona görə deyirlər ki, psixologiyada deyirlər ki, bax gör nəyə əsəbləşirsən. Əsəbləşdiyin şeylər, kiminsə hansıları bir hərəkətində əsəbləşirsənsə, o hərəkətlər bəzən səndə ola bilər. Səndə var, özün görmürsən, o sənin psixologiyada buna kölgə deyirlər, kölgəndir. Şuur altında yatıb, başqasında görürsən, əsəbləşirsən, əslində özüvü görürsən orada. Özünün elədiyini zənn edirsən, ona görə əsəbləşirsən. Ona görə də kimisə danlamaq, utandırmaq olmaz. Və utandırdığın şəxs ola bilər ki, təzədən o günaha qayıtsın. Bu günahı eləmişdim mən tövbə eləmişəm, amma yenə bu günahın danlağını görürəmsə, eləməklə eləməmək arasında nə fərq olur? Gedib yenidən o günahı eləyərəm ki, bu cür fikirlər onun zehnində canlanar. Amma biz bilməliyik ki, tövbə eləyən şəxs günah eləməmiş kimi şəxs sayılır. Günah eləməmiş kimidir. Ona görə də bizim ondan günahkar kimi rəftar eləmək haqqımız yoxdur. Haqqımız yoxdur ya. Çünki Peyğəmbərimiz belə deyək, bizə xəbərdarıcı bir kəlamı ilə buyurur ki, özün o günaha mürtəkib olarsan. Özün günaha mürtəkib olarsan və nə badə ki, o günaha mürtəkib olduqdan sonra bu yazıq bəlkə tövbəsi eləyib, tövbə eləyib, amma sən tövbəsiz gedə bilərsən. Həzrəti Yusuf əleyhissalamın hekayəsinə baxsaq, Misirin o qadınları xanım Züleyxanı qınayırdılar Həzrəti Yusuf əleyhissalama görə. Qınayırdılar ki, o boyda əzizin xanımıdır, bir də qula aşiq olub. Bir də quldan, nökərdən xoşu gəlir. Amma neynədi? O hekayəsini də bilirsiniz. Əlinə bir bıçaq verdi bu qadınların. Bir əlinə də portağal verdi. Dedi, gəlsinlər. Həzrəti Yusuf əleyhissalama dedi ki, Yüzarsif gəlsin. Kinosunda da elə deyir də. Yüzarsif gələndən sonra fikri qaldı orada, barmağı, əllərin kəsdi. Çünki fikri qaldı orada. Fikir çox maraqlı bir şeydir. Mən bu dərsdə, psixologiya dərsində olanda mən deyirdim ki, bu məsələni araşdırmaq lazımdır. Çox qəribə bir şeydir. Yusuf surəsi ümumiyyətlə psixologiyada araşdırılan bir surədir. Hətta psixoloqların Yusuf surəsi haqqında araşdırmaları da var. Hətta bu barədə kitab da var. Çünki sən əlvi kəsirsən, beyinə siqnal getmir. Çox maraqlı bir şeylərdir. Və yuxu mövzusu. Biz psixoloqlara, məşhur psixoloqlara baxsaq, hamısının yuxu barəsində fikirləri var.
nəzəriyyələri var. Yusuf surəsi də bilirsiniz, yuxu ilə başlayır, yuxu ilə qurtarır. Yuxu ilə başlayır, Hazreti Yusuf əleyhissalamın yuxusu ilə, ondan sonra getdi, o yuxu vasitəsilə zindana düşdü, quyuya düşdü, ondan sonra zindana düşdü, zindana yuxu vasitəsilə çıxdı. Bunlar hamısı, axırda da yuxuyla canlanır da, görmüşsünüz orada. Ona görə də Hazreti Yusuf əleyhissalamın dönəmində xanımlar Yusuf əleyhissalamı qınadı. Yusuf əleyhissalamın xanım Züleyxadı, görün, bir şey də maraqlı idi. Mən müəllimə də demişdim onu. Dedim ki, çox maraqlıdır ki, görün xanım Züleyxa necə bu şeyi tam dəqiqliklə bilirdi ki, bunlar əllərini kəsəcək. Bunu hər adam bilə bilməz. Ola bilər onun gözəlliyi bəlli olsun Həzrəti Yusuf əleyhissalamın. Amma bunu dəqiq bilmək lazımdır ki, mənim gözüm onda qalacaq, əlimi kəsəcəm. Bunun üçün yüksək yəni bir zehin lazımdır, güclü bir ağıl lazımdır, analiz etmək qüvvəsi lazımdır ki, buna mən əlimi verəcəm, fikrində qalacaq, bu əlini kəsəcək. Çünki uğursuz olsaydı özü də gələcəkdi, özü də biabır olacaq idi. Belə deyəcək ki, pis vəziyyətdə qalacaq idi. Ona görə də nə etmək lazımdır? Qınamaq lazım deyil. Xüsusilə də tövbə eləyənləri qınamaq lazım deyil ki, nə vadə gəlib biz də o günaha mürtəkib olarıq və ən təhlükəlisi budur ki, ömrümüzün axırına tərəf düşər və tövbəsiz də gedərik. Allah bizlərdən uzaq eləsin inşallah. Amin, amin, amin ya Rabbal aləmin.